Səhər saatlarında mən burayla gedirdim. Eşitdim ki, burada bıçaqlanma olub, tanımıram ama. Gözəl insandır, gözəl adamıdır. Mən nə deyə bilərəm ki, qadın alıb səni. Abşeronda tükürpədici qətl hadisəsi baş verib. Hadisə Mehdiyabad qəsəbəsi Gənclər Şəhərciyi 22 saylı binanın qarşısında. Yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, tərəflər arasında olan mübahisə qanlı sonluqla nəticələnib. Şəxslərdən biri cibində gəzdirdiyi mətbəx bıçağı ilə məhz bu ünvanda yaşayan 60 yaşlı Maşallah Cəfərova bir neçə bıçaq zərbəsi vurmaqda şübhəli bilinir. Yaralı isə ötən gün gecə saatlarında məhz bu ünvanda elə dünyasını dəyişib. Onun meyidi isə artıq aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən şəxs isə artıq saxlanılıb. Məlumata görə təxminən 60 yaşlı Maşallah Cəfərov tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Şahidlərin və qonşuların verdiyi məlumata görə tərəflər tez-tez ərazidə görüşüb yeyib içirlərmiş. Qətlin isə söyüş üstündə baş verdiyi iddia olunur. Bizim binada qalırdı, bu blokda qalırdı, birinci mərtəbədə. Sakit idi falan. Salam aleyküm, aleyküm salam var idi. Nə vaxt xəbər tutdunuz bu hadisədən? Mən dünən axşam xəbər tutdum. Hadisənin nə üstündə olmağından xəbərim yoxdur, amma aralarında olabilir, saxlaşma olub nəsə öz aralarında, şəxsi münasibət. Bu gözəl insandır, gözəl adamıdır. Mən nə deyə bilərəm ki, qadın alıb səni. Kim tanıyırdınız da? Kişi burada, həmişə burada qalan adamdır deyə qadın alıb. Mən onu nə deyə bilərəm ki? Bilmirsiniz nə üstündə törədilib? Vallahi mən nə bilim, qadın alıb. Qanlı hadisə barədə məlumat daxil olan kimi dərhal hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin araşdırmalar nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Qeyd edək ki, qətlə yetirilən Maşallah Cəfərov əslən Kürdəmir rayonundandır. Onun meyidi artıq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.